Xahiş edirəm, uşaqlarınıza telefon verməyin. Uşağınızın hər gün saatlarla telefona baxması bilirsən nələrlə nəticələnə bilər? Bilmirsən, amma mən sənə hal-hazırda bunu deyəcəm. Ekrandakı ürəyi qızart, məni takib etməyi unutma. Babalar, nənələr, bəli, bunlar nəvələrinə heç vaxtı telefon verməz. Təbii ki, istisnalar da var, amma ki bu insanlar görmüş, keçmiş insanlardır. Bilir. Əmilər, dayılar, bibilər, xalalar verməyin uşaqlara, telefonu verməyin. 3 yaşına qədər uşaq nə görürsə sürətli götürür. Bəli, bugün gənc analar var, 1 yaşına çatmayan uşağı telefonla sakitləşdirir. Telefonu verir, deyir, tamam, sən bu telefona bax və yemək ye. Olmaz, qətiyyən. Telefon uşaqlara zərərlərini deyim sizə. Birinci növbədə hər bir evdə var. Aqressiv davranışlar, telefondan asıllıq, yaddaş zəifliyi, unutqanlıq, sosial bacarıqların zəifləməsi, daha sonra dərslərə diqqətin azalması. Bu kimi hallarla çox rastlaşırıq. Unutmayın, dəyərli valideynlər, texnologiyadan düzgün istifadə edin. Sağlamlığınız seçimlərinizdən asılıdır.